Məlahət Mirzəyeva. Mən başa düşürəm, Məlahət elə ifa etdi ki, hər kəsin üzərinə bir sakitlik çöktü. Bu alqışlarda da özünü hiss etdirir. Amma gəlin bu sakitliyi pozaq və sözü ustadlara verək. Eldar. Məlahətin bu ifası əslində məni haralarasa apardı. Daha doğrusu götürdü. Və həqiqətən çox gözəl bir ifa idi. Texniki baxımından, ifa baxımından çox gözəl idi. Sadəcə bir məqam var. Mən bu mahnını şəxsən bir hekayə kimi sizdən, yəni danışıq hekayəsi kimi eşitmək istərdim. Əgər siz bunu bir hekayə kimi danışsaydınız bizə, daha da çox toxunardı, mən düşünürəm. Amma ifa olaraq notlar, texnika, hər şey, nəfəs alma, hər şey öz yerində idi və çox gözəl idi. Çox sağ olun. Sizi təbrik edirəm, Məlahət. Təşəkkürlər. Eldar, Murad, buyurun, davam eləyin. Sizin ifanızda texniki cəhətdən bir söz söyləyə bilməyəcəm. Amma mahnının zil notlarının öhdəsindən gəlsəniz də, harada ki onu danışmaq lazım idi, harada ki ora bir obraz vermək lazım idi, ora bir müdriklik ötürmək lazım idi. Buna sanki biraz həyat təcrübəniz və janra tanışlığınız yetmədi. Bax, bu hissiyatı mən aldım. Amma kənardan sadə musiqi görünsə də, içində hekayəsi var və bu hekayəni danışmaq çox çətindir. Ona görə mən sizi başa düşürəm. Zülfiyə xanım, buyurun. Çox dolu səsin var sənin, Məlahət. O tembr, çox gözəl tembrin var. O bizim istədiyimiz kimi o hekayəni danışmaq üçün təcrübə lazımdır. Mən düşünürəm də o da illər keçdikcə, o keşməkeşdən keçdikdən sonra bu mahnını, bu əsəri tamamilə başqa cür oxuyacaqsan. Onu hiss eləyəcəksən. Təbrik edirəm. Təşəkkür edirik. Maraqlı və fərqli fikirlər oldu. Məlahət, sizin elə biraz vaxtınız var ki, bunlar barədə düşünəsiz. Sonra ustadınızı da eşidəcəksiniz. Sonra sizi səsləyəcək. Hələ ki, kulisə doğru yollana bilərsiniz.